35-ci mətnin 5-ci sinif ingilis dili Read the passage and perform task 1-10 mətni oxuyun və 1-dən 10-a qədər çalışmaları yerinə getirin. My favorite film is The Adventures of Tom Sawyer. Mənim sevimli filmim Tom Sawyer'ın macəralarıdır. Children all over the world also like to watch this film. Bütün dünyadan olan uşaqlar həmçinin bu filmi izləməyi xoşlayırlar. The hero of the film is 12-year-old boy Tom Sawyer. Filmin qəhrəmanı 12 yaşlı olan Tom Sawyer'dır. O lives in a small town on the Mississippi River. Hansı ki Mississippi çayının üzərində olan kiçik şəhərdə yaşayır. He likes to play games with his friends. O dostları ilə oyun oynamağı xoşlayır. Sometimes Tom is naughty. Bəzən Tom dəcəl olur. But his friends like him because he is clever and brave and always full of ideas. Lakin onun dostları onu xoşlayır çünki o ağıllıdır, cəsurdur və ideyalarla doludur. The boy's life is very interesting. Oğlanın həyatı çox maraqlıdır. I like Tom Sawyer very much because he teaches us to be a true friend. Mən Tom Sawyer'i çox xoşlayırım çünki o bizə həqiqi dost olmağı öyrədir. The film also tells us about the life of children in America. Film həmçinin bizə Amerikada olan uşaqların həyatı haqqında danışır. Və burada çalışmalar var. Task 1, tick the best title. Doğru başlığı seçin. İkinci çalışma, underline the opposite of the word boring. Boring sözünün antonimi hansı sözdür? 1 ilə 2 çalışmaların cavablarını şərh bölməsində yaza bilərsiniz.